Bu yaxınlarda mənə bir nəfər zəng vurdu. Dedi ki, bir uşaq var 8 yaşında. Bir mahnı oxuyub. İstəyirik onu tanıtdıraq. Mən belə şeylərə heç vaxt həmişə dəstək olmağa çalışmışam. Düşünmüşəm ki, o uşağın balaca yaşında onun qəlbini oxşayacağım və ən azından yadında qalacağım və bizim elə Ağdamımızdandır. Həsənli Natiq, 8 yaşı var. Bugün də bizim verilişin qonağıdır. Natiq, gəl girən görüm. Gəl. Ver mənə mikrofonu. Bayaq onu öpmüşəm ona görə. Salam. Salamlayıram. Tarix müəllim, çox sağ olun ki, məni dəvət etdiniz. Natiq, neçə nömrəli məktəbdə və harada oxuyursan? Polad Həşimov adına Ora bax atam. 28 nömrəli tam orta məktəbdə. Allah bizim generalımıza qəni-qəni rəhmət eləsin. Səmaya ananın əllərindən burada öpürük. Necə oldu ki, müğənni olmaq istədin? Əslində siz tərəfdə yaxşı maşın satırlar, belə yaxşı, özü bahalı maşınlara. Nə əcəb? Baxın, papa maşın satar. Hə, gördün, hardan bildim mən? Bax, heç görüşməmişəm oyuna. Yaxşı maşınları var, birimiz də alaq. Ucuz verər mənə? Verər? Sən xahiş edirsən. Necə oldu ki, oxumaq istədin? Verməz deyə dinmir. Bilir də, hə, atasının əli bəlkə bilir. De, necə oldu ki, oxumaq istədin? Televizordan oxumağı öyrəndim və Kimdən? Rəşad Dağlıdan. Allah Rəşad Dağlının qapısını açsın inşallah. Rəşad əmini salamla buradan. Bütün dəmir qapı arxasında olanlara Allah Taala tez bir zamanda ailələrinə qovuşmağı nəsib edəsin. Sonra, amma Rəşad Dağlı meyxana deyil, axı oxumur. Bu da elə meyxanada eləyəcək. Onun meyxanasından öyrənmişəm oxumağı. Onun meyxanasında. Nə oxuyacaqsan bugün bizim üçün? Bahar olsun. Gəlin orada özü studiyada gedib yazdırıb ki, birdən həyəcanlanar. Studiyada yazdırıb, bahar olsun gəlsin bizim balacamızın ifasında. Buyursun. Nazir Abizoğlu, musiqisi kimindir? Musiqisi Ayxan Dəniz. Sağ ol, indidən bilir. Mən buradan, valideynlərim də buradandır. Onlara demək istəyirəm ki, Allah Qaqaşın yolunu açıq eləsin. Allah Teala xeyirli evlad eləsin inşallah. Devlətimiz üçün, vətənimiz üçün. Qoy elə belə deyirik o mahnıda ki, şahiddir. Qoy Allah da şahid olsun ki, mən düşündüm ki, ona xoş olacaq, dəvət elədim və sizlər də vaxtınızı halal edin bu balamıza. İnşallah yeni mahnılarından səni gözləyirik və sənə əmisi. Biz yeni il verişi çəkəcəyik, balamızı dəvət elə. Orada da gəlib bu mahnını oxusun. Yaxşı, gəl sən maç edeyim, sən get ginən. Öpüm səni. Get sağ salamat. Get görüşərik. Və Eldəniz bəy,